Salam, dəyərli tələbələr. Hər birinizi xoş gördük. Mən STEMEL Akademinin informatika müəllimi Elmir Nəcəfov. Bu gün sizlərlə tədris mərkəzimizdə keçirilən informatika suallarının izahına baxacağıq. Elə vaxt itirmədən başlayaq ilk sual. Antivirus proqramlarının növlərini bizdən soruşur. Biz bilirdik ki, mən PDF üzərindən izah vermişəm sizə. Ə, Antivirus proqramının növlərini bizdən soruşur. Biz bilirdik ki, antivirus proqramları var viruslar, bir də var antiviruslar. Viruslar rezident, qeyri-rezident bunlar viruslardılar. Stealth viruslardılar. Alqoritmik xüsusiyyətlərinə görə falan bunlar var. Bunların içərisində kompanyanlar var, polimorflar var. Götürəcəyik 1, 3 və 4. Bunlar antivirus proqramlarının növləridir. Doğru bənd olacaq, C bənd. 27-ci sualda bizə deyir ki, cümləni ə, seçmək üçün hansı seçimlərdən istifadə olunur? Biz cümləni hansı yollarından necə seçə bilərik? Gəlin bir yerdə baxaq. Elə Word proqramında bu testimizin üzərində bunu sizə göstərsin. Birinci yol budur. Ctrl düyməsini sıxırıq. Baxın, cümləni seçmək üçün mətnin ortasında Ctrl düyməsini necə də vura bilərsiniz? Bir də F8 düyməsini necə də vurmaq olur. Deyək ki, bu 32-ci sualda olsun hər hansı bir cümlə bax burada dayanır. Biz bu cümləni necə seçə bilərik? Birinci növbədə Ctrl sıxıram və hər hansı bir sözün üzərinə gəlirəm cümlə daxilində sol düyməni bir dəfə vurur. Bir yol budur. Ctrl sıxdım, sol düyməni vurdum. Digər yolda F8 düyməsi iləndir. F8 düyməsini bir dəfə vuranda heç nə olur. F8 düyməsini bir dəfə vuranda heç nə olur. İki dəfə vuranda söz seçilir. Üç dəfə vuranda isə cümlə seçilir. Bizdən cümlənin seçilməsini soruşurdu. Bir dəfə vuranda sol düyməni, Ctrl sıxanda cümlə. Bir də F8 düyməsini 3 dəfə vuranda biz cümləni seçmiş olacaqdıq. Doğru cavab olacaq 1 və 3. B bəndi. 28-ci sualda. Deyir Windows Ctrl-D kombinasiyası hansı funksiyanı yerinə yetirir? Bu Windows Ctrl-D kombinasiyası istər Windows 10, istər Windows 11 əməliyyat sistemində eyni funksiyanı yerinə yetirir. Yeni iş masası artırır. Bizdə hal-hazırda Task View pəncərəsinə baxsaq, ə, New Desktopda bir dənə iş masamız var. Əlavə yoxdur. Mən buradan bunu artıra bilərəm. Baxın, Desktop 2-ni artırdım. Digər halda da klaviaturanın Win Ctrl D düyməsini vursam, yenə artıra bilərəm. Baxın, belə bir şey. İndi buradan baxsaq, görəcəyik bizim artırdığımız iş masalarının sayı artıq 4-dür. Win Ctrl D düyməsi ilə bunu ayarlaya bilərsiniz. Win Ctrl D. Yeni iş masası artırır, yaradır. Bax belə. Doğru cavab olacaq C bəndi. 29. Excel 2019-da elektron cədvəlində mütləq ünvanlaşdırma nə edilirdi? Biz ümumiyyətlə bilirdik ki, Excel-də var nisbi xana, var mütləq ünvan, bir də var qarışıq ünvan. Mütləq ünvanın qabağında mütləq və mütləq hərfin də adından göründüyü kimi rəqəmin də qabağında dollar olmalıdır. İstər hərfin, istərsə də rəqəmin qabağında dollar olmalıdır. Bir də mütləq ünvanlaşma zamanı xanaların yerini dəyişəndə xananın ünvanı dəyişmirdi. Bu mütləq ünvandır. Yəni, dəyişənin köçürüldüyü xananın ünvanı dəyişməyin istinədir. Doğru cavab olacaq A bənd. 30-cu sual. 32 bitlik tərtibli diskretləşmə tezliyi 32 kHz olan səs kartının köməyi ilə 1,5 dəqiqəlik stereo kanal, yəni ikili kanal kompüter daşında saxlanılır. Audio faylının həcmini kilobaytla tapın deyir mənə. Gəlin bir də baxaq. Biraz yaxınlaşdırdım ki, rahat görək. Biz bunu bitirəndə gətirməliyik kilobayt. 32-ni yazıram 2 üstü 5. 2 üstü 5. Vurulsun. 2 üstü 5 buradakı 32-ni yazdım. Kilohertz də 1000 deməkdir. Vururam bunu 1000-ə. Vururam bunu 1000-ə. Bax belə. 1,5 dəqiqə. Dəqiqəni saniyəyə çevirsək, 1 dəqiqəmiz 60 saniyədir. Yarım dəqiqəmizdə 30 saniyə eləyir 90 saniyə. Vururam 90. 90 saniyə. Bir də 2 kanal dediyinə görə bunu da vururam 2. 2. Buradakı yuxarı tənliyimiz belə izah verirsən, bitirən olduğuna görə mən bunu gətirməliyəm kilobayt.
Bölməliyəm 2 üstü 13-ə. 2 üstü 13-də belə yaza bilərəm də. 2 üstü 3. Vurulsun 2 üstü 10. Eyni şeydir də 2 üstü 13 edir. 2 üstü 10. Bir baxın. Bunları buradan ixtisar apara bilərik, elə deyil. Daha doğrusu bunu bundan ixtisar apara bilərik. 5'lər getdilər 2 üstü 10-dan. Qaldı 2 üstü 3. Yəni 8 min. 8 ilə 1000-i ixtisar aparsan, burada qalacaq 125. 125. 125-i də vursaq 2-yə 250. 250-ni də vursaq 90-a. Gəlin bunu Excel üzərindən eləyək. 250-ni vuraq 90-a. Cavabımız rahatlandı. 250 vur 90. Cavab olur 22.500. Doğru bəndə olacaq burada. Abət. Əmrə daxil olmaq üçün hansı taba müraciət etmək lazımdır? Protect dokumentdən söhbət gedir və Office proqramı olan Word-dən danışır. Mən açıram Word proqramını. Bunun fayl menusuna daxil olsam, fayl menusunda info əmrindən protect document görə bilərsiniz. Doğru cavab olacaq. Deməli. Növbəti sualımız. Elektron cədvəldə hesablamalar apardıqdan sonra D1, D4 diapazonunun qiyməti hansı diapazona uyğun gələcək? Baxaq bir. Demək, bizdə burada verilib A3. A3-ümüz 30. 30. Yuxarıdan yazıram belə. 30. Üzərinə gəlsin. B3 bölü 2. B3'ümüz burada bizim 20'dir. 20'ni 2'ye böləndə eləyir. Baxın. B3'ümüz 20'dir bəli. 20'ni 2'ye böləndə eləyir 10. Üstə 30 gələndə eləyir 40. Bunun qiymətini aldıq 40. Buraya yazıram 40. Bax belə. Sonra average C1, C3 diapazonu. Average C1, C3 diapazona baxsaq, C1-dən C3-ə qədər. Buradan bura qədərini toplamalıyız. 25, 25. 50 o da 10, 60. 60'ı 3'e böləndə eləyəcəyim. 20. County funksiyası. Şərt funksiyasıdır. A1-dən C4-ə qədər. A1-dən C4-ə qədər. Bax, bura qədər. Bunların içərisində, yəni buradan belə tam olaraq götürsək, qoy bunu belə göstərmişsə daha yaxşı olsun. Baxın. Bunun izahı budur. Diapazonla 2 nöqtə deməkdir. A1-dən C4-ə qədər. Bax, bura qədər. Bunların içərisində bizdən tələb elədiyi bunu 30-dan böyükləri göstərsin. 30-dan böyüklər burada bir dənə məndə 35-dir. Sayılar yəni. 30-dan böyüklər burada 35-dir. 40. 30-dan böyük 3 dənə var burada. Tapdığım 3-ü də vurmalıyam burada 5-ə. Cavabı alacam 15. 15. 15. Bir də average A1-dən C1-ə qədər. A1-dən C1-ə qədər bunları toplasaq, A1-dən C1-ə qədər. 15, 35, 25. Eləyir 75. 75'i 3 ilə bölsək, alınır burada 25. 25. Bizim diapazonumuzun rəqəmləri bizə məlumdur. Demək, 15, 25. Bax belə, yazdım buraya. İndi biz bu aldığımız rəqəmlərimizi, bunu buradan sileyim. Bu aldığımız rəqəmlərimizi burada olan diaqramlardan birinə uyğun gəldiyini bilməliyik. Bunu 40, 20, 15, 25 bu yolla getmək. Gəlin bunu riyazi yolla ilə daha doğru olsun, düz olsun. Ümumi rəqəmlərin hamısını toplayırıq. Biz bilirdik ki, diaqram saat əqrəbi istiqamətdə fırlanır. Yəni aldığımız ilk rəqəm buradan başlayacaq belə. Bunu belə fırlanacaq diaqramın üzərində. Bax belə fırlanacaq. Mən misal üçün A variantına gəlirəm. İndi A variantı düz olursa A variantını götürəcəyik. Və ümumi diaqram həmişə 100% tamamlamalıdır. 40, 20 elədi 60. O da bunları toplasaq 40 edir 100. 100 rəqəmi ilə 100% diaqramı tamamlayırsa əgər, 100 rəqəmi elə 100% diaqramı tamamlayırsa, onda bəs 40 rəqəmi neçə faiz tamamlayacaq? X faiz. Bu təsadüfən 100 alındığına görə bütün rəqəmlər olduğu kimi qalacaq. Demək, burada 40 olacaq, burada 20 olacaq, 15 və 25 olacaq.
Doğru bəndə olacaq əlamət. PowerPoint-dan sualımız var. Aşağıdakı şəkildə lent qrupu hansı lent tabında yerləşib? Baxağım bir yerdə. Mən açıram PowerPoint-u. Cavab rekorddur, amma göstərmir. Word-u bağlayaq. Açıram buradan PowerPoint. PowerPoint proqramı ekranda var bizdə. PowerPoint açsın. Açsın. Lent tabı bizə verilib, lent qrupu bizə belə verilib Autoplay Media ilə. Mən də gəlirəm buradan. Bəzən tələbələr bunu insert vurmuşdular. Insertdə burada media qrupu var. Bizdə isə record lent tabında Autoplay Media var. Bax burada. Cavab olacaq yemədi. Aşağıdakılardan hansı mikroprosesorun əsas xarakteristikasıdır? Keş yaddaşı nədir? Kompüterin əsas xarakteristikası ilə mikroprosesorun əsas xarakteristikasını səhv sala bilmərik. Bunlar iş etibarlılığı, işləmə sürəti, bunlar artıq kompüterdə oldu, çap sürəti falan da printerdə oldu. 35-ci sualda verilənlər bazasında tələbələr haqqında məlumat daxil edilmişdir. Aksesləndi sual. İmtahan balı 80-dən kiçik 80-ə bərabər. Baxaq, 80-dən kiçik olsun, daha doğrusu 88 və ya 88-ə bərabər olsun. Tapırıq buradan. Yuxarıda boşluqdur, buradan yazırım. 1, tapdığım 1, 3 və 4. 3 və 4. Bax, bir. Or məntiqi əməli bilirdik ki, bunların birləşməsidir. Orta balı 75-ə bərabər olsun. Orta balı 75-ə bərabər olan 1, 3. 1, 3. Səhv eləmirəmsə 1, 3, bəli. Orta balı 70-ə bərabər olan 1, 3. 1, 3. 1, 3. 1, 3. Bunları birləşdirsək, ortaya çıxdı 1, 3, 4. Yəni 1, 3, 4. Bunlar nə oldu? Orta bal. İkisinin bir yerdə birləşməsi. Bir də var burada and var. Bunu buradan böyle ayırın. Burada and var. Buraya yazıram and. And. Ee, Fənd fizika olmasın. Not var qabağında. Fənd fizika olmasın. Baxaq. Fəndi fizika olmayanlar. 1. Fəndi fizikadır, bunu çıxırıq. Fəndi fizika olmayan 3. Fəndi fizikadır çıxırıq. Bir də fəndi fizika olmayan 5'dir. 1, 3, 5. Yazıram 1, 3 və 5. Evet. İndi bunların ikisinin ortaq olduğu 1 ilə 3. 4 ilə 5 ortaq deyirlər, kəsişmirlər. Ona görə cavab götürəcək cavabdır. Alqoritmin sonunda B-nin hansı qiyməti çap olması sonunda. Alqoritmin sonunda B-nin hansı qiyməti çap olması. A 4-dür, B də 4-dür. A-nın üstə 3 gəlirəm. 4 üstə 3, 7. 4 üstə 4, 8. İndi A-nın yeni qiyməti 7, B-nin yeni qiyməti 8-dir. Düşürük şərt bloku. 7 8-dən böyükdür. Yox, gəlirik bura. 7 8-dən kiçikdir, hə? B-nin qiyməti 8 idi. 8 üstə 5 cavab olur. Kilobaytın 4də 1 hissəsi neçə bayta bərabər olur? Yəni, neçə baytdan ibarətdir? Baxaq. Yazıram buradan bit, bayt və kilobayt. Kilobayt. Məndən kilobaytdan bayta gəlməyimi istəyir. 4də 1 bayt. Kilobaytdan bayta gələndə mən bunu vurmalıyım 2 üstə 10-a. İndi mən 2 üstə 10-u vurmalıyam 4də 1-ə. 4də 1 də 2 üstə mənfi 2 deməkdir. Kəsir xəttin aşağıda 2 üstə mənfi 2. Bunları bir-birinə vuranda cavab edir 2 üstü 8. Qüvvətlərdən biri mənfi, biri müsbət olduğuna görə cavab alınır. İnternet resursunun ünvanında bu şəkildədir. Burada hansı hissə resursun ötürülmə protokoludur? Ümumiyyətlə protokollardan danışanda birincisi gəlir protokolun özü. SMTP ötürmə protokoludur. Elektron məktubların ötürmə protokoludur SMTP. Rabitə kanalına birləşdirilmiş istənilən qovşaqlar cütünü, fiziki obyektlər qarşı əlaqəsinin təmin edilməsi hansı səviyyədə olur? Nəqliyyat səviyyəsində. Nəqliyyat neyirdi? Demişdik, nəqliyyat. Nəqliyyatla göndərmək, əlaqələndirmək səviyyələrdən danışanda bunlardan danışmışdıq.
40-cı sual. 35 səhifəlik sənəd bu formada çapa verilmişdir. 4, 7, 13 belə. Bunların içərisində diqqətlə fikir versək, odd page var. Odd page tək səhifələri çap eləmək deməkdir. Biz printer misallarını həll eləyəndə həmişə deyirdik ki, birinci baxacağımız mərhələ bax bu mərhələdir. 1. İkinci mərhələ baxırıq bax buradan. Bir üzlü, iki yüzlü bura baxırıq. 3 buna baxırıq. 4-də də kopyanın sayına vuracaqdır. İndi bu 35 səhifəlik sənədin içərisində bizə lazımdır odd page, tək səhifələr. Burada tək səhifələr hansılardır? 35-in içərisində. Ə, Gəlin yazaq. 7-nin özü 9, 9, 11, 13, 13. Səhifələrə sahib ümumilikdə ikiyə bölüb təkrar da çıxarda bilərsiniz. Sizin necə rahat edirik. Sonra burada var 19-cu səhifə. Yazıram 19, 19. Ondan sonra gəlir 21, 23 və 25. 25. Yazdım. 32. 32 cüt yazmıram. 33. 35. 37-ni saya bilməliyik uşaqlar. Çünki 35 səhifə idi. 37-ni xətt edirəm. İndi saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə səhifə var. Səhv saymamışamsa 10 dənə səhifə var. Bunun içərisində bir üzlüdür. Biri A4-də 2 dənə yerləşir. Onu bölürəm 2 edir 5. 5. Kopyanın sayı 3 olduğuna görə 5-i də vururam 3-ə, cavab olur 15. 40-cı sualda cavab olur A-bənd. Slaydın seçilmiş obyektinə verilən animasiya effektinin növünü müəyyən edin. Burada animation qrupunun əmrlərinə söhbət gedir. Yəni animation lentalını deyir, baxım defdə cavab növü deyildir. Olmayan sebebsiz. Gəlin baxaq. Animation tabına gələndə burada baxsaq, var burada entrance, emphasis, exit, bir də motion path. Biz bunları götürə bilməliyik. Burada olan exciting, translation acted, həyəcanlandırıcı. Maksimum onlardan sualımız var. Bizə verilən maksimum kodu budur. Deyir, ikili say sisteminə çevriləndə hansı ünvan alınır, yəni hansı adlıq olur. Baxaq, ilk rəqəmimiz 1-dir. 1-dir. Biz bilirdik ki, 16-lıq say sisteminin bir simvoluna ikili say sistemi 4 dənə simvol uyğun gəlir. Onda elədirsə, bizdə ilk rəqəm 1-dirsə, biz birin qabağına 3 dənə rəqəm atmalıyıq ki, bu dörtlüyə tamamlasın. Bir də ilk rəqəm. Bunun qabağına gələ biz 3 dənə sıfır ataq ki, bu dörtlüyə tamamlansın. Birin qabağına 3 dənə sıfır atsaq, variantlardan başlamalıdır 0, 0, 0, 1-dən. 0, 0, 1-dən başlayan bir dənə 2-dir deyəsən burada. Baxın, burada yoxdur ümumiyyətlə. Heç birində yoxdur. Şimdi baxaq buradan 2 harda var? Elə bir dənə bəbəndə var. Əmin olmaq üçün gəlin bir dənə bunu da baxaq. Bura qədər baxdıq, gəlin bunu da baxaq. Bu 2-yə də baxaq. Yazıram burada 2. Buraya yazıram 1, 2, saxlayıram. 2-ni almaq üçün 2-ni özü kifayət eləyir. Bura bir dənə 0 yazıram. Qabağına da 2 dənə 0 alabilir. 0, 0, 10, 0, 10. Cavab elə bir bənd. Ondan sonra bu 0 almaq üçün qabağına 3 dənə 0 atmaq lazımdır. Gəlməlidir 4 dənə 0. 4 dənə 0. Bir də gəlməlidir. D bizdə 13-dür. 13-dür. 13-ü almaq üçün 1, 2, 4, 8. 8, 4, 12, o da 1, 13. 11, 01 olmalıdır. 11, 01 gəlir 5. Cavab elə belədir. Hansı variantda raster qrafikasına aid proqramlar verilmişdir? Baxaq 43-cü sualımıza. PowerPoint raster deyil. Təqdimat proqramdır. Illustrator vektordur. CorelDRAW vektordur. Bunlar vektordur. Vektorizator proqramlardılar. Adobe Streamline, bir də CorelDRAW. Üç ölçülü proqramlardır. Çıxırıq. E, Picture Publisher, Paint, bir də Photoshop. Cavab olacaq yeməlidir. Aşağıdakılardan biri axtarış sistemi deyil, elə abad. Axtarış sistemi deyil. İstifadəçi burada
Bir-iki minusumuz olub ki, burada tərsləşə unutmuşuq variantların bir qismində. İstifadəçi D kitablar PDF informatik qovluğunda işləyirdi. Deyir bizə ki, ə, qovluq iyerarxiyasında iki səviyyə yuxarı qalxdı. Burada işləyirdi. İki səviyyə yuxarı qalx. Bir, iki. Düşüb kitablar. Bax buraya. Bunun içərisində. Qələmin rəngini dəyişək. Rahat olsun. Bax, bu gəlib bura. Bu kitabların içərisində bura. Ondan sonra deyir bizə ki, testlər qovluğunda bir səviyyə aşağı indi. Gəldi bu istifadəçi bu kitablar qovluğunun içərisində testlərə daxil oldu. Testlərə. Test. Testə daxil olandan sonra e, Fatih doc faylında redaktör apardı. Başladı bu Fatih faylının içərisində iş görməyə. Nöqtə docdur. Docda iş gördü. Tamam. İşlərin aparıldığı faylın tam adını istəyir bizdən. Biz bildik ki, faylın tam adı, tam yolu deyiləndə faylın özü daxil hamısı sayılmalıdır. Dediniz ki, kitablar. Bunlar artıq çıxırıq. Buradan qayıtmış geriyə. Test, Fatih. Dediniz ki, kitablar, test və Fatih. Cavab olacaq yemək. Gəldik buradan açıq suallarımız. İlk sualımız Word-la bağlıdır. Deyir bizə ki, fayl menüsündə yerləşən əmrləri göstərin bizə. Paste mübadilə buferində idi. Ə, Styles Home tabında idi. Page Setup Layout'un late qrupu idi. Tamam. Recently var, amma recently fayl menüsünün içərisində olan əmr deyil. Recently sonunculardır. Baxın, biz buradan daxil olsaq, ə, Word-ə, fayl menüsündə recently gördüyümüzdə, yəni recently biz nəyisə əmr vermirik ki, sadəcə açılanda burada görsənən sənədlərimizin siyahısıdır. Son dəfə daxil olduğumuz sənədlərin siyahısı. Ona görə recently götürə bilmirik. Olacaq 2, 3 və 5. Bax, şuraya export. Bunu bağlayayım. Şuraya export bir də qaldı bizim akkantumuz. Bax burada. Akkantumuz. Bax. Növbəti sual. Doğru fikirləri müəyyən edin. ADS qoşulma o zaman telefon xətti məşğul olmur. Bəli. Dial-upda məşğul olur, ADS-də məşğul olur. İnternet şəbəkə resurslarını təmin edən kompüterlər serverlərdirlər. Bu da düzdür. 1-2 düzdür. İnternet şəbəkəsinin əsas baza protokolu TCP/IP bunlar deyil. FTP protokolu elektron məktubların ötürülməsi protokoludur. Xeyr, bu file transfer protokoludur. Bu səhvdir. Yandex məşhur ingilis saytıdır. Xeyr, Yandex məşhur rus saytıdır. 808 ədədi 16-lıq sayı sistemində təsvirindəki ilk rəqəmi ilə bu ədədin cəmini onluqda göstərir. 8 üstü 8-i xırdalıq 2-nin kubu kimi eləyir 8 üstü 8. Bu eləyir bir yanında, birin yanında 24 dənə belə 0. Bax belə. Biri balaca uzaqlaşdırsan, 24 dənə 0 edir. Bax belə. Belə bunu yazmaq lazım. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. Ben bunu sizin yazdım ki daha rahat olsun. Normalde 24'ü 16'da 4 ayırmasını 4'e bölebilirdeyiz. Bak bunu bile 4 ayırsanız bir tane 0 bura düşür. Yine 4 ayırsanız buradan böyle bir tane 0 bura düşür. Yine 4 ayırsanız bura düşecek bir tanesi. Sonra bir tanesi bura düşecek. Biri bura düşecek, biri de bura düşecek. Bak be. 1, 2, 3, 4, 5, 6, bir de 1. Qalacaq bir yanında 6 dənə 0. Düzdür. Bunun ilk rəqəmi nədir? 1. İndi bizə deyir ki, bunun ilk rəqəmi ilə bunu gətiririk onluğa. 1, 2, 4, 8 qaydası. Sıfırları silsə 8 ilə 2 olsaq 10 eləyir. 10 o da 1 eləyir 11. Cavab olur. Verilmiş elektron cədvəl fraqmentində C2 xanasının qiymətini məndən soruşur. Baxıram buradan product hasildir. If şərtdir. A1-dən B2.
şərtinə baxırıq. Şərt ödənərsə bunu həll eləyəcəyik, ödənməsə əks halda buna baxacaq. İndi A1 B2-dən böyükdür. Ə, A1-imiz 25, B2-miz isə 23-dür, böyükdür. Bu şərt ödənirsə buna baxırıq artıq. A1 ilə A2-ni toplayırıq. A1 ilə A2-ni toplayanda bunların cəmi eləyir 51. Və produkt hasil olduğuna görə biz 51-i də 4-ə vuranda eləyəcək 200. Cavab olur 200. Növbəti sual. 4 megabit neçə megabayta bərabərdir? Biz 4 gigabit. Biz gigadan megaya gələndə yazıram buradan. Bit, byte, kilobayt və megabayt. Biz gigabaytdan megabayta gələndə burada da gigabayt. Gigabayt. Gigabaytdan megabayta gələndə vururuq bunu. 200'dür. 200'dür ala. Bitdən də bayta gələndə bölürük. 200'dür 3'ə. 200'dür 3. Belə. İndi 4 vur 1024 böl 200'dür 3. Bax. Deməli 4 ilə 2'nin kvadratını 200 çarpardıq. Bunları da bir-birinə aparsaq cavab alacaq 512 200'dür 9. Yəni 512. Belə dəyərli tələbələr, sizə qarşıdakı qəbul imtahanında hər birinizə uğurlar arzulayıram. İnşallah hər şey könlünüzcə olsun. Özünüzə yaxşı baxın. Hələlik görüşmək ümidi.